Suraxanıda rayon icra hakimiyyətinin başçısı Adil Əliyevin səyyar görüşləri davam edir. Oktyabrın 22-sində Suraxanı rayon icra hakimiyyətinin başçısı Adil Əliyev Cəfərov adına 118 nömrəli tam orta məktəbdə Hövsan qəsəbə sakinləri ilə görüşüb. Görüşdə rayon icra hakimiyyətinin başçısının müavinləri və şöbə müdirləri, qəsəbə nümayəndəsi və bələdiyyə sədri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri, qəsəbə sakinləri iştirak ediblər. Qeyd edək ki, səyyar görüşlərin keçirilməsinin əsas məqsədi vətəndaşlara müraciətlərini dinləmək, onların sosial məişət məsələlərinin yerində araşdırılaraq həlli üçün operativ tədbirlərin görülməsidir. Rayon İcra Hakimiyyətinin başçısı görüş zamanı çıxış edərək bildirib ki, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası bütün regionlarla yanaşı Bakı şəhərinin rayonlarında da əhalinin rifah halının yüksəldilməsinə, infrastrukturun müasirləşməsinə və ictimai xidmətlərin keyfiyyətinin artırılmasına yönəlib. Bu istiqamətdə qəbul olunan dövlət proqramları haqqında məlumat verən Adil Əliyev sakinləri proseslərdə fəallığa, icra orqanları ilə əməkdaşlığa və vətəndaş həmrəyliyinə çağırıb. Səyyar görüşdə sakinlər tərəfindən kommunal xidmətlərin təkmilləşdirilməsi, işlə təmin olunma və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib. Hər bir vətəndaşın müraciətini dinləyən rayon icra hakimiyyətinin başçısı Adil Əliyev bəzi məsələlərin yerindəcə həlli üçün aidiyyatı qurumlara müvafiq tapşırıqlar verib.